Salam aleykum, axşamınız xeyir olsun mənim əzizlərim. Gördüyünüz bura Gənclik Moldur, Azərbaycan gənc gimnastların performansı. Allahumma salli ala Muhammadan və ali Muhammad. Demək bunlar zombi. Nə deməkdir bu? Belə çıxır ki, bu uşaqları yönləndirirlər, məscidə uşaqları qoymurlar. Yetimxanalarda gördüyümüz qədərilə pedagoglar gedir, yetimxanalarda konsert verir və beləncik mərkəzlərdə, gənclik mollarda uşaqları zombiləşdirirlər. Bu da bizim Azərbaycanın qızları. Görəsən bunlar ərə gedəndə, ərin duduşunu dişləyər bu. Bu qız ərə getsə, Allah iraq eləsin. Hələ bu indidən belə eləyir, sürünür, sürtür özün yerdən yerə. Bu ərə getsə, hələ həmən bunlar. Küçük fahişə böyüdürlər. Azərbaycanda bu dəqiqə eyni epişdeyin kimi küçük fahişəciklər böyüdürlər. Üzlərindəki rəsmlərə fikir verin. Satanist rəsmi, şeytan rəsmi. Yəni bizim uşaqlarımızın sonu nə olacaq? Allah özü sizin köməyiniz olsun, ay cəmaət.